Pasiyentin 30 yaşı var, xanım artıq 4 ildir ailəli olub və hamiləlik baş tutmayıb. Dediyinə görə, yəni öncəki müayinələrdən baxdıq, ovulyasiyası gedib, yoldaşının nəticələri norma daxilindədir və bu zaman göstərişimiz boru müayinəsidir. Uşağın borusunun müayinəsi, yəni hamilə qalmayan sonsuz xəstələrdə yəni mütləq aparılacaq müayinə metodlarındandır. Bu uşağın borularının müayinəsini apardığımız zaman mütləq uşağın daxilinə kontrast maddə vurulur və bu menstruasiyanın 8-ci günü, 9-cu günü maksimum aparıla bilər. Çünki daha irəli günlərdə aparıldığı zaman endometriya daha belə deyim, qalınlaşmış şəkildə olduğu üçün vurduğumuz kontrast maddə endometrial hüceyrələri borudan, yəni qarın boşluğuna dökə bilər və biz süni şəkildə elə bir endometrioz xəstəliyi yarada bilərik. Ona görə də məhz vacibdir ki, biz günündə icra edək bu proseduru. Burada uşaqlıqda olan bəzi anomaliyalardan yəni aşkar oluna bilər və boru müayinəsi aparılır və boruların nə dərəcədə keçirici olub-olmadığı haqqında məlumatımız olacaq.